Biz əlbəttə ki, bugün verilişimizi düzdür, qalxana bənzər vəzi xəstəliklərlə başladıq, amma bahar aylarında sıxlığının artdığını da iddia elədiyimiz və söylədiyimiz bronxial astmaya xalq təbabətində və konkret olaraq Arif Qurşumovun hansı tövsiyələri olduğunu bax biz indi öyrənəcəyik. Çox sağ olun. Mən elə həmən başlamamış bir sual vermək istəyirəm. Orada limon görürəm. Bəs deyirsiniz ki, limon bir çox şeyə qarşı alergiya verir. Yəni, limon bronxial astmanı artıra bilməzmi? Yox, tərkibində başqa maddələr də var. Təkcə limon istifadə etmək əlbəttə ki, məsləhət deyil. Amma ki, başqa komponentlərlə yanaşı, həm bir yerdə, toplantı şəkildə, balzam şəkildə istifadə etmək məsləhət. Əziz tamaşaçılar, bronxial astma zamanı xalq təbabətin üsulu ilə çox gözəl reseptlər var. Bitkilərlə, quru meyvələrlə müalicə etmək mümkündür. Amma hər xəstəyə səhhətinə uyğun biz toplantı şəkildə məsləhət edirik. Yəni ki, əlavə böyrək narahat edirsə, ötküsə, qaraciyər, ona görə astmadan başqa həm ağciyər üçün bitkilər olmalıdır, həm də ki, qaraciyər üçün, əsəb üçün, bəlğəmi xaric etmək üçün. Bitkilər çoxdur, müxtəlifdir. Əziz tamaşaçılar, biz sizə indi çox gözəl, çox faydalı reseptlər deyəcəyik və astma zamanı siz bunu istifadə edib və sizə çox gözəl, çox yaxşı kömək edəcək. Bizə lazım olacaq qabıqlı limon 2 ədəd, aloe 200 qram və qayısı quru ərik 200 qram. Siz bu 3 komponenti bir yerdə ət çəkən maşından çıxardırsınız və üzərinə 1 stəkan bal qatırsınız, kərə yağı 300 qram, 5 ədəd çiğ yumurta və konyak yüksək keyfiyyətli yarım litr. Siz bunları hamısını bir yerdə 7 komponentdə qarışdırırsınız və şüşə qabda sərin yerdə saxlayırsınız. İstifadə qaydası: bir xörək qaşığı gündə 3 dəfə yeməkdən qabaq. Bundan başqa sizə lazım olacaq zəncəfil. Zəncəfili siz götürə bilərsiniz toz şəkildə 1 stəkan, təxminən 200 qram edir və spirt. Siz bunları ikisini bir yerdə qarışdırırsınız. Spirt lazım olacaq yarım litr. Yarım litrlik şüşə qabda 2 həftə qaranlıq, sərin yerdə saxlayırsınız və 1 çay qaşığı yarım stəkan su ilə gündə 2 dəfə istifadə edirsiniz. Bəlğəmi xaric etmək üçün sizə məsləhət edirik kompres. Kompres üçün sizə lazım olacaq bal 1 xörək qaşığı, duz, xörək duzu 1 xörək qaşığı, araq 1 xörək qaşığı və zeytun yağı. Birinci növ mən sizə məsləhət edirəm Borges zeytun yağı birinci növ 1 xörək qaşığı. Siz bunları hamısını bir yerdə qarışdırırsınız və gecə səhərə qədər kompres şəkildə saxlamaq lazımdır. Kompresi çəkmək lazımdır kürəyə. Kompres kimi bağlayırsınız və gecə səhərə qədər, yenə təkrar edirəm, saxlayırsınız. Səhər çıxardırsınız kompresi, gecə yenə təzədən təkrar. Yenidən bu balzamı, bu mazı yenidən düzəldirsiniz, hazırlayırsınız və istifadə edirsiniz. Uşaqlar üçün çox yaxşı resept var. Bronxial astma zamanı sizə lazım olacaq qoyun piyi 200 qram, bal 200 qram, kərə yağı 200 qram və kakao 100 qram. Siz bunları hamısını qarışdırırsınız və üzərinə 5 ədəd çiğ yumurta sındırıb və qarışdırırsınız hamısını bir yerdə.
qazana yerləşdirirsiniz, dəmə qoyub və az xodda bir balaca qaynatmaq məsləhətdir. Soyudub və bir desert qaşığı gündə 3 dəfə yeməkdən qabaq istifadə etmək məsləhətdir. Bir də əziz tamaşaçılar, sizə lazım olacaq sarımsaq 100 qram, qıtıq otunun kökü, rusça xren 100 qram. Siz bunları ikisini bir yerdə sürtkeçdən keçirdirsiniz. Bundan başqa sizə lazım olacaq 150 qram kərə yağı və bal 600 qram. Siz bu 4 komponenti bir yerdə qarışdırırsınız və qazana yerləşdirirsiniz. Və su hamamda qaynayan kimi 10-15 dəqiqə saxlayırsınız, soyudursunuz və bir xörək qaşığı gündə 3 dəfə istifadə edirsiniz. Bundan başqa sizə lazım olacaq 7 komponent yazın. Aloe, aloe şirəsi. Siz əvvəl aloe götürürsünüz, 3-5 illik soyuducuda saxlayırsınız. Yaş kağızın içində 3-5 sutka. Ondan sonra şirəsini çıxardırsınız. 100 qram aloe şirəsi, 100 qram çoğundur şirəsi. Çoğundurun şirəsini çıxardandan sonra heç olmasa siz 2 saat soyuducuda saxlayırsınız. Bundan başqa qara turpun şirəsi, bazarda satılır. Qara turpun şirəsi 100 qram, soğan şirəsi 100 qram, bal 100 qram və şəkər tozu 100 qram. Siz bu 6 komponenti hamısını bir yerdə qarışdırırsınız və üzərinə 100 qram spirt dökürsünüz və hamısı bir yerdə şüşə qabda, soyuducuda saxlayırsınız və istifadə qaydası 2 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq istifadə etməlisiniz ilıq şəkildə. Bundan başqa bronkial asma zamanı çox qəşəng, çox yaxşı kömək edir. Yəni boğulma, hava çatışmazlığı zamanı başın ağacın meyvəsi, rusça kalina, kalina krasna. Siz bu meyvəsini 100 qramı götürürsünüz və 100 qram şəkər tozu ilə qarışdırırsınız və bir desert qaşığı gündə 2 dəfə istifadə edirsiniz. Ya yeməkdən qabaq, ya yeməkdən sonra. Bunu soyuducuda mı saxlamaq lazımdır, yoxsa otaq temperaturunda mı? Otaq tipi o şəkər tozu ilə bir yerdə soyuducuda saxlamaq ehtiyac olmayacaq. Sadəcə olaraq sərin yerdə saxlamaq məsləhətdir. Bundan başqa hava çatışmazlığı zamanı, boğulma zamanı sizə məsləhət edirəm. Pambığı batırırsınız naşatır spirtə və iğnəmək lazımdır. Çox gözəl kömək edəcək. Bir də arpadan qəhvə hazırlayırsınız və istifadə edirsiniz, yəni çay şəkildə. Mən bir də şeyi yada salmaq istəyirəm ki, arpadan qəhvə dəmləyərkən diqqətli olsunlar, birdən pivə alınır. Bir də ki, xardal ayaqlara çəkmək, o da məsləhətdir. Bronkial asma zamanı və qoyunun yunu yandırıb iynəmək lazımdır. O da çox yaxşı kömək edir. Bunu mənim nənəm eləyirdi. Xalq təbabətində həqiqətən və məsələ bu rubrikaya olan o xüsusi rəğbəti biz nəzərə alaraq təsadüfi deyil ki, Çox Yaşa jurnalında da məlhəmlərə xüsusi olaraq yer vermişik. Yeri gəlmişkən bu söhbət yəni hal-hazırda satışda olan nömrədən gedirsə, geniş olaraq siz bir çox, məsələn, çox yaşamaq üçün mütləq şəkildə biz reseptlər veririk. Eyni zamanda şəkərli diabet üçün burada xüsusi
reseptlər var osteoxondroza qarşı. Doktorun bizimlə bölüşdüyünü biz də sizinlə bölüşmüşük və həmçinin də baş ağrıları, süzənək xəstəliyi, epilepsiya, bax bütün bunları siz Çox Yaşa jurnalında tapa bilərsiniz. Söhbət məhz xalq təbabətində yəni istifadə olunan məlhəmlərdən gedir. Amma ümumiyyətlə yəni biz dəfələrlə bugün otağın təmiz qalmasının çox vacib olduğunu vurğuladıq. Düşünürəm ki, insan özü də hər zaman təmiz olmalıdır, öz gigiyenasına fikir verməlidir və rahatlamalıdır həmçinin bunu edərək. Bax, bu məsələdə sizə Natura Siberica məhsulları kömək edəcək. Xüsusi duş üçün xüsusi təbii ki, vasitələr var, vanna üçün xüsusi duzlar var. Bütün bunlar sizin həm təmiz, həm də belə deyək, stressdən uzaq olmağınıza kömək edəcəklər. Xatırladım ki, Natura Siberica və Resepti Babuşki Agafi məhsulları sırf Sibirdə bitən bitkilər əsasında hazırlanıblar. Təmiz, yəni təbii ingredientlərdən hazırlanıblar və onlar arasında həmçinin də müalicəvi xarakter daşıyan vasitələr var. Özəlliklə xanımlar üçün krem seçimi çox genişdir. Daim cavan qalmaq istəyirsinizsə, dərinizin gözəl qalmasını istəyirsinizsə, o zaman Natura Siberica məhsullarına müraciət edə bilərsiniz. Necə ki, zeytun yağı da biraz əvvəl bronxial asmada biz özəlliklə vurğuladıq ingredientlərdən biri də o idi. Yəni, həm də gözəlliyiniz üçün kosmetik bir vasitədir. Onu qəbul eləmək, onu kosmetik üsul olaraq istifadə etmək. Söhbət İspaniyada, Kataloniyada istehsal olunan, yaşı 100-dən çox olan bu brenddən gedir. Yəni, Borges zeytun yağı və həmçinin də sirkələrini siz artıq marketlərdə əldə edə bilərsiniz. Soruşurlar, çox tez-tez zəng vururlar. Tamaşaçılarımız artıq onları dərmana bərabər edirlər. Borges zeytun yağını həqiqətən onu tapmaq elə də çətin məsələ deyil. Axtarsanız mütləq tapacaqsınız. Bir daha qeyd edeyim. Aptekdən başqa hər yerdə tapa bilərlər. Bəli. Təşəkkürlərin vaxtıdır. Xüsusi təşəkkürlər Inkanto Azərbaycan nümayəndəliyinə və bugünkü geyimimə görə Park Bulvarda yerləşən Aksara Paris dükanına çox sağ ol demək istəyirəm. Saç düzülmə görə isə hər zaman olduğu kimi yenə də Beauty Adı studiyasına özəlliklə Lətafət xanıma minnətdarlığımı bildirirəm. Yaxşı insan özünü qorumalıdır deyirlər. Həm də yaxşı insandan çox olmalıdır deyirlər. Biz ümumiyyətlə yaxşı insanlara çox yaşa deyirik. Çox yaşa deyirik. Görüşərik. Hoşça qalın.